həyat yoldaşı ilə barışmaq istəyən Royal və tanınmış müğənninin əməllərindən əziyyət çəkdiyini deyən Cavidin qalmaqallı açıqlamaları və onlara qarşı səsləndirilən iddialar aləmi bir-birinə qatdı. Şəxsiyyət vəsiqəmi də dəyişəcəm, yazdıracam ki, yetim. Kənar yaşayacam, elə biləcəm heç kəsim yox. Unutsunlar, məni də silsinlər. Mənim canımı o yandırdı. Ömür boyu qapısında köləliyə də razıyam. Amma ailəm bərpa olur. O sonradan da iPhone, bütün restoranlara hara getmişiksə mən ödəmişəm. 1000 manatlıq telefon almışam ona. Gətirmə xəstəyə kömək eləməksə, amma buna verirsə əzəb eləyir. Allah sənin həyatında mənə kimi bir Alfons insan qismət eləsin. Allah eləməsin. Ardınca adam içində. Demək, bu məsələ ilə bağlı, mən son bizim qərarımızı bir daha təkrar edirəm, insanların nəzərinə çatdırıram. Sizin evladlarınız, 2 evladınız veriləcək sığınacağa, bu 1. Psixoloji yardım göstəriləcək Vəfa xanım tərəfindən, 2, bəli. 3 də bunun hüquqi məsələsində bizim çox dəyərli Əkbər müəllim bu məsələ ilə məşğul olacaq. Yaxşı, qalan kimin nə iddiası var, verəcəksiniz məhkəməyə. Qoy məhkəmədə həll olunsun. Məhkəmə hüquqi qiymətini versin. Kemal Ağazadə, Azərbaycan Uşaqlar Birliyinin sədri zəng elədi mənə fasilə vaxtı. Çox xahiş elədi ki, o uşaqları həqiqətən bugün elə, günü bugün gətirsinlər, sığınacağa yerləşdirsinlər. Yəni onlara xüsusi qayğı göstəriləcək. Tam məhkəmə qərarı olmayana qədər mən uşaqları dedi verməyəcəm. İnşallah, inşallah. Və burada 2 qadın əyləşibdir. Bunlar da şiddətə məruz qalan qadınlardır. Bir ara tamamilə kəsilmişdi. Bir dəqiqə xahiş edirəm, bitdi. Bitdi, sizin limitiniz bitdi. Çox xahiş edirəm. Allah köməyiniz olsun, gəldiniz. Bəli, təbii ki. Yəni, əlavə ki, nə şikayətiniz olsa məhkəməyə müraciət eləsin. Təşəkkür edirik. Aydındır. Nömrəni Afət xanıma verin, zəhmət olmasa. Demək, hanım, siz hardan gəlmişsiniz? Cəlilabad rayonundan. Niyə ağlayırsınız? Siz bir dəfə müraciət eləmişsiniz, biz sizi qeydiyyata almışdıq. Hanım, yavaş. Ay. Qəribədir. Bax, indi mən şəkil nümayiş etdirəcəm sizə. Göstərin bu şəkili zəhmət olmasa. Oruc Əliyev Emil Ələskəroğlu. Oruc Əliyev Emil Ələskəroğlu. Bunun atasını mən tanıyıram. Siz neçə gündür gəlirsiniz bura, düzdür? Və siz itkin düşüb oğlunuz. Siz niyə bunu indi təqdim edirsiniz? Bu adam neçə gündür yoxdur. Bir utanırdım çıxış eləməyə. Bir şey olar. Evladı itib bir utanırdım. Neçə günü gəlib oturur tamaşaçı kimi. Hələ böyünlərim gəlib yaxınlaşır ki, mənim oğlum itib. Burada oturmaq utanmırdın? Mənim daha heç sözüm yoxdur. Mən bilmirəm bu nədən irəli gəlir. İnsan oğlunun tapılması üçün kanala gəlib. 3-4 gün gəlib oturub cəmaatdan arasında çıxıb gedər. İndi biz tapmışdıq bunu. Utandım. Niyə utanırsınız siz? Burada utanmalı nə var ki? Siz oğlunuzu axtarırsınız. Oğlu axtarmaq, itkin düşən oğlu axtarmaq bəyəm ayıb şeydir. Polisə vermişik. Harada itib oğlunuz? Yavaşdınız. Martın 2-sindən telefonu da sönüydü. Tapa bilmirsiniz ki, haradadır? Bilmirik. Ağlınıza nəsə gəlir, gümanınıza. Göstərə bilirsiniz şimdi? Psixi qüsurludur uşaq. O başqa Ruhi xəstədir. Biraz varıdır, bəli.
uşaqlıqda müalicə elədim. Diaqnozu nədir? Elgiz bəy onu Diaqnozun adı. Onu həkimlər bilir. Həkimlər bilir onu. Əsəbi olurdu. Göstərin zəhmət olunsa. Əsəbi psixik xəstə. Ekranda zəhmət olunsa göstərin. Telefon nömrəmi də deyim, görüb bilən olsa, bu mənim nömrəmə yazılıb daldı, zəng vursun. Ya da Yasamal rayon polis idarəsinə. 27-ci polis. Oruc Əliyev Emil, Ələsgəroğlu. 2 martın 2-sindən bu adam yoxdur. Telefonlarına zəng çatmır. Axtarılır. Çox xahiş edirik. Bu şəxsi görənlərdən, bilənlərdən xahiş edirik. Bizə məlumat verin. Ekranda nömrələr var. Mənim şəxsi Instagram səhifəmə yaza bilərsiniz. Ekrana indi gətiriləcək. Orada bax bu şəkil, bu ad olan mənəm. Orada deyəsən 1-2 dənə yalançı Elgiz Əkbərlər çıxıblar, peyda olublar. Mən burada xəbərdarlıq edirəm. Bu adamlar məncə məhkəməyə verilməlidir. Belə şey olmaz axı. Biz görürsünüz, insanlardan işləyirik, cəmaat bizə yazır, biz məsələlərlə bağlı münasibət öyrənirik. Axı siz bizim işimizə niyə mane olursunuz? Niyə cəmaatı aldadırsınız? Ekranda gördüyünüz bax, Elgiz Akber, bax belə yazın. Və xahiş edirəm. Sonra nömrələr aktivdir, nömrələrimiz aktivdir. O nömrələri siz bildirərsiniz ki, harada görmüsünüz. Ya da atasına mənə zəng vursun. Atasının nömrəsi 050-325-55-62. 050-325-55-62. Buyurun, Allah eləsin tapılsın oğlunuz. Belə məsələlərdə utanmaq lazım deyil. Gələn kimi həcili yaxınlaşırsınız, deyirsiniz ki, mənim itkinim var. Nə qədər adamlar biz tapmışıq burada? Siz bədən xəsarəti almışsınız? 2004-də ailə qurdum mən. 2004-də? Bəli. Kimi idi ailə qurduğu şəxs? Cəlilabaddan. Yəni qohum idi, yoxsa belə uzaq yad bir adam? Kənar adam. Bu da 2005. Normal qurdunuz? Normal deyəndə qoşdum. Hamısı? Bu bizim verilişimizə həyat yoldaşı tərəfindən şiddətə məruz qalan qadınların 99%-i qoşulub qaçanlardır. Bəli. Çünki Yəni biz bilirsiniz neyniyək? Yəni çox güclü biz güclü şəkildə, planlı şəkildə başlayaq agitasiya aparmağa. Qanunlar sərtləşdirilib çox gözəl. Amma mən məhdəl qalıram. Bura gələn adamlar, hansı ki qız qaçır, 13 yaşında qızı, dünən yadınıza gəlir, qaçırmışdı oğlan. Nələr çıxdı, qəfəsdə saxlayırlar o qızı. 13 yaş olanda qaçırıb. Ay balam, heç bir cəza almayıb. Adam toy eləyib kətdə, vur havurla. Türk vətəndaşı gəlir burada, Azərbaycan vətəndaşını 15 yaşında qaçırdır, adam oturub, heç bir cəza almayıb. Bu qız hamı? Başa düşəmirəm, bu cəza kimin üçündür? Bu qanunda yazılıb ki, qız qaçırmaq, az yaşını qaçırmaq yasaq deyil, qadağan deyil. Bura gələnlərin heç biri məsuliyyət daşımayıb. Mən görməmişəm. Bu nətər olur, bu hansı yolla olur, mənim başım çıxmır. Onda qaçan da cəza alsın. Belə cəza olsa, sərtləşsə, biz ictimai şəkildə bunu cəmaatın nəzərinə çatırsa qorxarlar da. Bu qızlar da bilərlər ki, özdə məsuliyyət lap iki tərəfdən olsun. Bəli, mən deyirəm də qızda, onda qaçan qıza da cəza alsın. Çünki bunların axırı yaxşı qurtarmır. 99%-i bəla ilə gəlir. Bəla ilə, mən elə çox nadir hallarda normal ailə quran qızlar indi gəlirlər ailələr və sözün şikayətçi qismində otururlar. Elgiz bəy, biz siz ən yaxşı adama niyə qoşub qaçırdı? Bax, bütün bədəniniz bıçaq yerlərdir, ay xanım. Bütün bədəni bu qadının bıçaqdır, yaradır. Elgiz bəy, ən yaxşı agitasiya bilirsiniz hansıdır? Biz analardan xahiş eləyək ki, 13-12 yaşından başlayaraq, heç olmasa 19-20 yaşına qədər qızlarından müğayət olsunlar. Qorusunlar. Ən çətin vaxtıdır qız uşağının. 12 yaşından 17-18 yaşına qədər, mən bir həkim kimi də bunu deyirəm, ən çılğın vaxtıdır. Ona görə ən azından mən Azərbaycan xalqına müraciət eləyirəm. Ən azından bu 6 ildə, 7 ildə qızınızı elə yaxşı qoruyun ki, o qaçmağa meyilli olmasın. Ailədə çox mehribanlıq görən qız, ailədə məhəbbət görən qız heç vaxt bayırda sevgi axtarmır. Evində sevgi görən qız adi bir oğlanın nəvazişindən aldanmır. İnan ki, indi şükür Allah bütün regionlara gedirik də, indi biz çəkilişlə ya belə. İnanın, elə bir yer var, adını çəkməyəcəm. Kişilər yığılmışdı, dedim, burada kişilərin üstü yanıb. Dedilər ki, məktəbdən çıxan qızları gözləyirlər. Dedim, ne üçün? Dedi, gözaltı deyirlər, nə deyirlər, seçirlər. Dedim, bunlar uşaqdır, hələ məktəb. Bilirsiniz nəyə görə? 12-11 yaşında uşaqlar. Onun səbəblərini siz özünüz hamıdan gözəl bilirsiniz. Mən şokdaydım. Şok olmuram mən. Mən şok olmuram. Bilirsiniz nəyə görə? Çünki dövran çox pisləşib.
artıq 21, 22, 23 yaşında qızlar, telefonlar ciblərində, ondan sonra Facebook səhifələrində, dostluqlarında kim, aşkım, canım, ürəyim. O gün, bilirsiniz, adam danışmaq istəmir hər şeyi. Hər şey danışmaq istəmir. Elgiz bəy, inanın ki, ailədə... Amma çox ki, onlar da görürlər, çox üzr istəyirəm. Adamlar artıq deyirlər ki, məktəb yaşında daha ayılmasın, cin başına vurmasın. Amma yenə də böyük səhv edirlər. Başa düşmürlər ki, onu əhəlləşdirmək o obrisindən daha dəhşətdir. İndi onun problemi nədir? Heç nə, gəlib bıçağın içində bədəni xəsarət alıb, gəlib ki, əlim məni bu günə qoyub. Niyə? Nənəmin də evində rahat qoymur, gəlir dədəmin üstə bıçaq çıxardır, nənəmin üstə bıçaq çıxardır. Nə vacib idi, atan var idi, niyə qoşulub qaçırdın? Neçə yaşınız var idi sizin xanım? 21 zət, indi 83 təvəllüdə. 21 yaşınız var, hələ həyat qabaqda, gününüz keçməmişdi. 21 yaşım yoxdur, 83 təvəllüdəm, 21 yaşımda qaçmışam, 2004-də toyumuz olub. Bilirəm, deyirəm ki, peşmansınız indi qoşulub qaçmaq. Bəli, elə adamlar peşmanam. Denəm, qoşulub qaçmağı beynində saxlayan qızlar müraciət edin. Deyən, eləməyin belə şey. Eləməyin, tanıyın, bilin, sonra gedin. Elə olmaz. İndi özüm, indi... Cəllaban polislərinə də müraciət eləmişəm. Bir dəqiqə, niyə sizi doğru, belə bədən xəsarət yetirir? Pisdir, məhkəməyə vermişəm, boşanma qarcəsi də vermişəm. Gəlir, deyir, yox, uşaqları gücünən alacam. Neçə uşağınız var? 2 dənə. Allah saxlasın. Sağ ol. Deyirəm ki, qoy, məhkəmə özündən qərar çıxardacaq. Ondan sonra ya səndə qalar, ya məndə qalar. Deyir, yox, xeyri yoxdur. Pəncərələrdə bir dənə şüşə qalmayıb. Qırır, soxulur evə. Ay xanım, başa düşməm, Cəlilabadda polis yoxdur. Getmişəm, ayaqlarımın altı qabar bağlayıb getməkdə. Ay xanım, həkimə zada göstərmişsiniz, səhətindən bağlı bir nəsə müraciət eləmişsiniz, həkimə zada deyirəm. Kimi, yoldaşımı? Bəli. Əsəblərlə bağlı... Əsəblidir, çəkəndir, qumarbazın biridir. Kirəsinə ev tuturan babbalaca bilirsən, yığır gətirir narkomanları evə. Və mən deyirəm, getdim, sığıldım dədəmin qolduğuna. Dədəm də faransin vaxt getirtmiş adamdır. Deyir, bala mən deyirəm, mənim gücüm çatmır. Bir dəqiqə, biz neyinə gedək? Bax, bir dəqiqə dayanın. Bu seçimi öz eləmişsiniz. Öz başına özünüz qoşulub qaçmışsınız. Düzdür? Həyatı özünüz seçmişsiniz, adamı da özünüz seçmişsiniz. İndi başınız daşdan daşa dəyib, bu artıq sizin taleyinizdir. Məhkəməyə də vermişsiniz ayrılmaqla bağlı. İndi biz Elgiz, bu birdəkilər biz nə eləməliyik? Mən nə edeyim? Gəlib evdə rahat qoymur bizi, nə gün? Gelib qapının yanında yatım mən. Mən nə edeyim? Polisə müraciət elə də. Polisə ərizə yaz. Polisin də gücü çatmır. Niyə? Ona görə. Polisin də gücü çatmır. Elə şey olar. Polisin elə gücü çatmır. Elə şey olar. Polisin necə gücü çatmır? Cəlilabad rayon polis idarəsindən Şahin. Siz Cəlilabadın özündə qalırsınız, yoxsa kəndində? Siz gedib polislərə deyirsə, onlar heç bir tədbir görmürlər. Çağırıram, gəlib görüm nə gündədir, sınıb, bütün şişələr zaten. Başa düşürəm, polisi çağırmışsınız, bax, məsuliyyət daşıyırsınız, ha. 3 dəfə, nə qədər çağırmışam, özləri Çaskovun... Gəliblər? Gəliblər. Aparıblar bunu? Yox. Aparıb, izahat almayıblar heç olmasa dilindən? Yox. Əkbər bəy, bəlkə siz danışarsınız, belə bir şey ola bilər? Məsələn. Bu nə dərəcədə? Hər bir halda Elgiz bəy. Afətə zəng var deyəsən, buyur Afət. Xanım, birisi dışarıda, mənə elə gəlir ki, xanım dona giyinib. Necə rola gelib? Yəni yalan danışır. Yəni qaloş giyinib, özünü belə məsum göstərir. Siz bizdən deyin mən. De. Nə bilirsiniz deyin də, xahiş edirəm. Milyonerdir, milyoner qızıdır. Söhbət milyoner qızından getmir. Elə danışın ki, inandırıcı olsun da xanım. Aşağıda qorxuram, gəlib götürər, aparı uğurlayar. Kim qalıb orada? Xanım, siz nağıl danışırsınız burada, xəbəriniz var. Yəni göründüyün kimi deyil Afət xanım. Aydındır. Elgiz bəy, mən bir şey əlavə edəm polislə bağlı. Buyurun. Cəlilabad polis rəisində tanıyıram, onun mavini də tanıyıram. Mavin mənim tələbə yoldaşım Səfər müəllim. Namiq da bizim Milli Qvardiya bir də xidmət eləmiş. Çox dəyərli və savadlı bir şəxsdir. Bəli. Mən inanmıram ki, xanım dedikləri həqiqət olsun. Sözün düzü bu qeyri-mümkün. Mən də inanmıram. Səfər müəllimlə də mən inanmıram ki. Mən də inanmıram. O polislər çox dəyərli və savadlı qabiliyyətli yoldaşlardır. Aparıblar. Deyir, özü deyir, çağırmışam. Deyirəm, bunu nə tərəf? Yox, çağırıb aparıblar. Polis özü deyir. Neçə gün saxlayıblar? Saxlamayıb, vırıb burnumu da sındırıb. Həkimdən kağızım da var. Saxlamayıb bunu. Həkimdən kağızınız var. Burnunuz axı sınıq burnu oxşamır. Mənim başım çıxır. Əməliyyat elətdirdiniz plastik. Yox, düzəldib həkim. Həkim düzəldirsə əməliyyat ediblər də. Qırıq burnu düzəldirsə bu artıq plastik əməliyyatdır. Həkimdən kağızım da var. Quran haqqı orada. Qırıq burnu oxşamır axı. Burnunuz qırılsa belə qalar. Nəfəs ala bilmirəm bu burnum. Bəyaqları. Burnunuz yerindədir. Daha indi əməliyyat elətdirmisiniz, dünkü əməliyyat elətdirmişəm. Bunda nə var ki? Ay xanım, bilirsiniz,
Gəlin biz belə danışaq da. Mən çox acıyıram sizin taleyinizə, təbii ki. Bir qadın kimi, bir ana kimi sizin hüquqlarınız təbii ki pozulur. Əgər siz deyən kimidirsə, indi qollarınızı bayaq göstərdiniz, o çapıqları indi göstərdiniz Afət xanım, mən də gördüm. İndi bunları biz bunları yoxlayarıq. Əgər lazım olsa, məsəl üçün, lazımsa biz sizə kömək eləyərik. Yaxşı? Onlarımla qalmışam çölün düzündə. Çölün düzündə qalmaq, yalan danışmır. Artıq mən bilirəm nə var, mənim qulağıma deyirlər. Ağlayanda gəlin, elə ağlayaq ki, ağlamağın da özündə bir səmimiyyət olmalıdır. Axırda gəlir çıxır o nöqtəyi, nəyə görə gəlirlər? Çıxacaq. Və gözləyin, oturun gözləyin, narahat olmayın. Əgər siz deyən kimidirsə hər şey, biz sizə kömək eləyəcəyik. Yaxşı? Bir dənə söz deyim, atam da qorxurum, mənə daha yaxın gələ bilmir. Təbii ki, öz başına siz deyən kimi deyir, amma mən adamı tanımıram. Təbii ki, təhlükə adama qoşub qaçanda bilmirsiniz, axır belə olacaq. Bilmirsiniz ki, narkotik adətçinə, işi olmayana, avaraya qoşulub qaçanda axırınız belə olacaq. Onu siz bilməliydiniz axı. Atanın icazəsi olmadan, ananın xeyirduası olmadan, qohumların xeyirduası olmadan 21 yaşında nə vacib düşmüşdü? Konkret. Bəsdir da. Sakit. Kəsniyə gəlmişsiniz? 5 dəqiqə gözləyin xanım, 5 dəqiqə. Və qala bilmirsiniz, yenə ev istəyirsiniz də. Samirə xanım, bitirdik də. Ay xanım, qurban olum sizə, bitirdik. 5 dəqiqə gözləyək. Nə var, nə yox, bizə aydın olacaq. İndi polis idarəsində də əlqə saxlayırıq. Sizin neçə uşağınız var? 2 uşağım var. Sizin 2 uşağınız var. 2012-ci ildə yoldaşım maşın vurdu, 11 ay yataq xəstəsi oldu. 2013-cü ilin avqust ayında rəhmətə getdi. Allah rəhmət eləsin. Allah nəzər eləsin. Aha. Biz Sumqayıt şəhərində kiraya qalırdıq. Bu rəhmətə gedəndə qaynım gəldi, bizi də apardı. Aha. Getdik qaynatamın evində qaldıq. Bəli. Yoldaşımın 7-si çıxandan sonra qaynatam bizi evdən çıxartmaq istədi. 2 uşaqla. Mən də çıxmadım. Sonra bizə bir gün yemək vermədilər. Bir gün yemək vermədilər? Bəli, yemək vermədilər. Niyə? Dedilər, biz oğlum yoxdur, sizi istəmirik, siz də çıxın gedin. Qaynata dedi bunu? Bəli, qaynatam, qaynanam, bir də qaynım. Faciə budur. Faciə budur. Budur. Vay. Nə anam var, nə atam var, bir bacım var, bir qardaşım var. Ananız, atanız dünyasını dəyişir. Ay, yetim qızdır, yazıq. 2 uşaqla, əri ölüb. Niyə qaynatan sizə belə eləsin? Yoldaşımın sağlığından bizi istəmirdi. Nə yoldaşımı istəyirdi, nə bir oğul kimi nə vuran yaxın durdu, maşınla vurmuşdular. Nə də ki, ata-anası yaxın durdu, onu müalicə elətdirə bilmədik. Ayağı qanqrena verdi, çirk verdi, rəhmətə getdi. Başına travma almışdı, ayağı sınmışdı. İndi siz uşaqlarınız harada yaşayırsınız? Uşağım Sumqayıt şəhərində kiraya qalıram. Tabii gedəcək yerim olmadı, məcbur oldum Sumqayıta qayıtdım. Məni Uçaskovun əlindən evdən çıxartırdı. Bir gün az-sus qoydular, yenə çıxmadı dedim, eybi yox, mənim gedəcək yerim yoxdur. Onlar da axırda Uçaskovun gətirdilər, məni Uçaskovun əlindən. Uçaskov evdən niyə çıxardırıblar? Salın aşağı. Vallahi mən məhdəl qalmışam, Mən qaynatamın evinə gəlin köçmüşəm. O vaxta qədər 2004-də ailə həyatı qurmuşam. Necə? İtən oğlan tapıldı. Alqışlayaq. Nə gözəl. Çox təşəkkürlər tapan adama. Necə? Zəng vurdular indi, dedi gəl Nizamiyyət olsun yəni. Uşaq oradadır. Yox, aparım, deyir, bir nəfər var, o bilir hardadır. Sizi göstərəcəklər. Çox xaşım, uşağı götürüb gələrsiniz də bura. Bizə xəbər verirsiniz. Təşəkkür edirik sizə. Sağ olun, var olun. Sabah sizdən xəbər gözləyirik. Yaxşı? Oldu, sağ olun. Allah köməyiniz olsun. Çox sağ olun. Siz 3 gün bundan qabaq eləsəydiniz, uşaq indi evdə idi. Çay içib adam içinə baxırdı evdə. Allah sizin köməyiniz olsun. Allah sizin köməyiniz olsun. Yəni ona görə deyirəm ki, gəlin də. 3 gün gəlib oturursunuz, yaxın durmursunuz. Niyə? Aha, buyurun. Yaşayırdınız. Aha. 2014-cü ailə həyatı qurdum. 2009-cu ildə. Siz normal qurmuşdunuz, qoşulub qaçmamışdınız siz? Bir ay nişanlı qaldıq, bir aydan sonra qaçırdım. Yenə qaçdım. Bacım, başıma dönüm. O vaxta qədər harada yaşamısan? Anadan olandan. Qulaq asın, soruşaq. Hələ oradan başlayaq. Ola bilər, münaqişəli ailədilər bunlar, olublar. İndi düzdür, istənilən halda oğul ölüb, gəlin evdə 2 uşaqla. Neçə gündən sonra çıxartdı sizi? Yoldaşımın 7-si çıxan kimi çıxardı. 7-si çıxan kimi? Bunu hər belə, nə bilim, nə qədər daş çörəkli olasan ki. Ergiz bəy, hər halda o ittiham elədiyi valideynləri dinləmək lazımdır. Mütləq. İndi bir məsələ var. Çünki burada ciddi məsələlər var. Bizi bilməz məsələlər var burada. Bəli, siz bir ay nişanlı oldunuz, düzdür? Niyə qoşulub qaçdınız ki? Yəni, mənim atam rəhmətə yatımı qaytarmaq istəyirdi nişanı. Atanız? Bəli, mənim yoldaşım Rusiyadan gəlmişdi, Rusiyadan. Yəni, bunun evi yox idi, işi yox idi əlində. O dedi, səni harada saxlayacaq?
Ona görə qaytarmaq istəyirdi. Siz amma sevirdiniz bir-birinizi. Bəli. Bu yaşadığınız müddətdə rəhmətli necə həyat yoldaşı olub? Yaxşı. Yaxşı. Bəli, heç bir həyatınızdan məmnun idiniz. Bəli, bəli. Atasına, anasına qarşı münasibət necə idi sizin, onun? Belə normal idi. Dava dalaşınız yox idi ki? Yox, olmayıb. Düzünü deyil. Heç vaxt olmayıb. Sadəcə mənim yoldaşım qazancı az olduğu üçün qaynatam dedi, mən 2 uşaq bir də sizi saxlaya bilmərik. Gedin harda siz yaşayın. Qaynatam dedi, özüm də yetim olmuşam. Qaynananız var sizin? Bəli, var. Deyirəm, bəlkə ola bilsin. Mən xanıma müraciət edəcəm. Bax, xanım, yəni çox insanlar gəlir bura. Yəni, baxırsınız belə şey, 100% ki, baxmısınız. Bax, mən bir qadın olaraq səndən xahiş edirəm. Bax, sabah sənin o qarşı tərəf qaynanan, qaynatan